Məhərrəmə 5 gün qalmış hər şeyi yığışdırardılar. Elçiliyi, şirin fatakasını, filanı, toyunu 5 gün qalmış. Bir ay qalmış, uşaqlar Hüseyin deyərdilər, arşa çıxardı Hüseyin. Qovardılar, at döşündə qovardılar uşaqlar. İlk eylənlərə nə deyərdi? Ayıbdır, eləməsinlər. Dinə, İslama qiymət versinlər. Ayıbdır, Müslüman əhli yox. Məhəmməd ümməti Əlinin şiyəsi yox. Biz gərək onları qoruyaq, biz onları yaddan çıxartmayaq. Allah dini İslama qüvvə versin, dinə sataşana fürsət verməsin. Yol ilə çıxanları imana, dinə, yola, axirətə gətirsin. Düz yola hidayət edəsin, şeytan əməlindən kənar eləsin. Televizorun üstünü örtərdik, açmazdıq imamın 40-naca. İndi nadan uşaqlar olub da, açırlar, eləyirlər, amma aşırıdır.